Bismillahirrahmanirrahim. Namaz qılmaq vacibdir. Bu bəllidir. Yaxşı, adam öz əhli əyalını, arvad uşağını namaza təşviq etməlidir ya yox. Ya belə deyək, nə dərəcədə bunu etməlidir? Yəni, vacibdirmi bunu etmək? Biz bunu həm fikri baxımdan araşdırsaq, həm Quran-ı Kərim ayələrinin işığında araşdırsaq, görürük ki, bəli, vacib. Məcbur etmək vacib deyil. Amma təşviq etmək, bu istiqamətdə iş görmək, Quran-ı Kərimdə öz əksini tapıb. Mübarək Taha surəsinin 132-ci ayəsi. Euzubillahimineşşeytanirracim. وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ Əhli əyalıvı namaza əmr et. Burada əhldən məqsəd sənə əhl olan, ola bilər o sənin dostun olsun, ola bilər həyat yoldaşın olsun, ola bilər övladın olsun, bacı qardaşın olsun, yaxınların, yəni sənin təsir imkanların çərçivəsində olan, sənin təsir edə bildiyin insanlara namazı əmr et. Həm Allah əmr edir, və əmur, əmr et. Həm də əmr etməyi əmr edir. Və əmur əhləkə, xahiş et yox. Yəni, hərdən birdən demək yox. Və əmur əhləkə bis-salah. Yaxınlarına namazı əmr et. İndi yaxınlara namazı əmr etdin, namaz qıldırmaq asan deyil ki. Namazdan insanların çoxunun xoşu gəlmir ki, şeytan imkan vermir. Ona görə Allah Teala bilir ki, burada təmkin lazımdır, hövsələ lazımdır, dözümlülük lazımdır. Buyurur ki, وَاسْطَبِرْ عَلَيْهَا Və bu istiqamətdə yüksək səbir göstər, təmkin göstər, dözüm göstər. Baxın, namaza əmr etmək də əmr olunub. Və hiss olunur ki, burada bir dəfə, iki dəfədən söhbət getmir. Bu istiqamət bir gedişat olmalıdır, bu istiqamətdə iş. Ona görə buyurur ki, bu gedişatda səbir lazımdır, səbirli ol. Niyə görə namaza əmr edim? Yəni, mən yaxınlarımın namaza əmr etsəm, axirətdə bildim ki, cənnət olacaq, filan olacaq. Bəs bu dünyada nə olacaq? Axirətin əbədi həyatı namazla təmin olundu. Bu dünya müvəqqəti həyatında da axı çeşməkeşlər var, çətinliklər var. Burada namazın effekti nədir? Bunu da Allah Teala mübarək Ənkəbut surəsinin 45-ci ayəsində açıqlayır. Başqa ayələrdə də var ha, namazın faydaları. Əsasən bugün bizim cəmiyyətimizdəki problemlər, gənclərin ictimai fəsada uğraması və bir sıra gənclərin ictimai cinayətlərin çoxalması və s. nöqteyi nəzərindən buyurur ki, Ənkəbut 45-də buyurur, Utlu mə uhiyə iləykə minəl kitab, kitabdan sənə vəhiy olunanı tilavət et və əqimis-salah və namazı bərpa et, qaldır, namazı yüksəlt, namazı ucalt, namazı bina et, inşa et. Təkcə qılmaq yox, onu həyatda bir önəmli mövqeyə çatdırmaq şərtdir. Niyə? Çünki innəs-salətə tənhə anil fəhşəi vəl-münkər. Çünki namaz insanı aşkar və gizlin günahlardan uzaqlaşdırar. Bu günahları insana qadağan edər. Qoymaz insan bu günahları eləsin. Yəni, namaz qılan bir insan 1. Günah eləməz. 2. Günah eləsə də az eləyər. 3. Günah eləsə də ona nəsiyyət versən, şuur altında bu olacaq ki, mən namaz qılanam, gərək nəsiyyətə qulaq asam, gərək günah azaldam. Düz deyir. Düz deyir. Namaz qılmayana söz deyirsən, deyir, namaz qılmıram ki. Namaz qılana söz deyəndə deyir, bax, mən namaz qılıram, gərək biraz özümü yığışdıram. Ona görə də şeytan ciddi cəhdlə insanları ya namaz qılmamağa, ya da namaz qılanları namazdan uzaqlaşdırmağa iş aparır bu istiqamətdə. İş görür. Yüksək səviyyədə iş görür.
Burada iki dənə məsələni qeyd etmək istəyirəm. Bu Taha surəsi 132-ci ayədən əvvəlki ayə çox maraqlıdır. Buyurur ki: "Və la temuddayna aynayka ila ma matta'na bihi azwajan minhum zahratal hayatid dunya linaftinahum fi." Görürsən başqalarında müəyyən nemətlər var, xoşbəxt görünürlər, şəraitləri var. Gözü dikmə onların əlindəki nemətlərə. Ona görə ki, ruzini mən bölürəm, onlara baxmaqla bir şey əldə eləməyəcəksin. İkincisi də ki, dünya həyatı tumurcuqdur, heç vaxt gül açmır. Bunları mən sınaq olaraq onlara vermişəm. Görürsən, yaxşı ailəsi var, xoşbəxtliyi var, filanı var, o sınaqdır. Sən onunla xeyir tapa bilməzsən və rizqu rabbikə xeyru və əbqa. Onun bunun əlində göz dişməyi ilə qazanılacağın ruzinin mənası yoxdur. Rəbbinin verdiyi ruzi həm daha yaxşıdır, həm əbədidir, qalıcıdır. Sonra deyir ki, və əmr əhləkə bis-salah. Öz əhlə-əyləvi namaza əmr et, vəstəbir aləyhə, bu yolda səbr et. Lə nəsəlukə rizqən. Biz ki, səndən ruzi istəmirik. Yəni, sən namazın mənə bir xeyri yoxdur ki, nəhnu nərzuquq. Əksinə biz sən ruzi veririk. Yəni, ruzi ilə namazı Allah təala birləşdirir burada. Məlum olur ki, bizim namazımızla ruzimiz arasında əlaqə var. Burada başqa bir sual yaranır. Niyə namaz qılanlar axı hamısı varlı deyil? Hamısı yaxşı dolanmır. Əzizlər, xəstəlik var ki, bir dənə həb içməklə sağalır. Xəstəlik var ki, gərək ona antibiotik filan vurasan sağalsın. Xəstəlik var, gərək əməliyyat eləyəsən. Xəstəlik var, gərək uzun müddət nəzarətdə qalsın. Xəstəlik var, gərək ömrünün sonuna qədər xəstə dərman qəbul etsin. Xəstəlik var, Allah şəfa versin bütün xəstələrə, çətin xəstələrə. Gərək ona kimyəvi dərmanlar ötürülsün ki, o xəstəliklə mübarizə apara bilsin. Namaz bizim xəstəliyimizin səviyyəsinə uyğun qılınmalıdır. Mən əgər gündə 2 günah eləyirəmsə, 2 rükət namazla işim düzələr. Günə 17 günah eləyirəmsə, 17 rükətlə düzələr. Günə 51 günah eləyirəmsə, 51 rükətlə düzələr. Mən əgər elə günah edirəmsə, 40 gün ibadətim qəbul olunmur. Mən necə namaz qılmalıyam, nə qədər namaz qılmalıyam, necə ciddi cəhd göstərməliyəm ki, bu xəstəliyim düzəlsin. Ona görə də biz namazdan küsməməliyik ki, işimizi həll etmir. Namaz işimizi həll edəcək. Allah Quranda buyurur, İstə'inu bis-sabr və-s-salah. Səbirdən və namazdan kömək alın. Səbirli olun və namaz qılın, işimiz düzələcək. Amma nə qədər? O qədər ki, o mikroba qarşı mübarizə apara bilsin. Mən xəstəliyi bütün bədənimdə hakim edib, sonra 2 rükət namaz qılsam, bu düzəlməz ki, ona görə də biz məntiqli hərəkət etməliyik. Sözün xülasəsi, Allah buyurur, istəyirsiniz gəncləriniz fəsaddan qorunsun, istəyirsiniz gəncləriniz islah olsun, onları namaza əmr edin, bu yolda səbirli olun. Məşhur bir lətifə var, bir kişi gəldi bir ruhani yanına ki, bəs mənim həyat yoldaşım namaz qılmır. Hər nə qədər təbliğ edirəm, namaz qılmır. Nə edim? Ruhani dedi ki, bəs sən ona verdiyin pulları biraz azalt, cəzalandır. Bilsin ki, namaz qılmadığına görə edirsən. Dedi, yaxşı. Getdi, bir müddətdən sonra qayıt dedi ki, ay ruhani, ay molla, ay müdrik, kimsə. Siz deyəni elədim, yenə namaz qılmadı. Ruhani deyir ki, o zaman sən ona bir müddət küsülü qal. Bəlkə ağlı başına elə. Bir müddət gedir, yenə qayıdı deyir ki, küsüldə qaldım, qılmadı. Deyir, evdəki qab-qacaqlardan bir ikisini sındır, görsün ki, əsəbləşmirsən, namaz qılmadıqca sən əsəbləşirsən. Gedir, yenə qayıdı deyir ki, onu da elədim, qılmadı. Deyir, gedir, 200 gün qal kənarda, evdən çıx, qoy bilsin ki, sən evə onun namaz qılmadığı üçün gəlmirsən, namaz qılsın.
Gedir 2-3 gün qalır kənarda, sonra qayıdır evinə, görə qılmır. Yenə gəlir ruhani yanına ki, ay molla qılmır, bu adam namaz qılmır. Axır ruhani da dözmür, deyir, axı qardaş, sənin xanımın nə deyib namaz qılmır? Deyir ki, ay molla, deyir, sən qıl, mən də qılım. Təbliğatın əsas yollarından biri də budur ki, insan əməli surətdə təbliğ eləsin. Özün namaza hörmət edəndən sonra başqalarını da namaza təbliğ et. Əlbəttə təbliğ etməkdə, dəvət etməkdə, əmr bil mərufda ədalət şərt deyil. Yəni, bir nəfər hətta sərxoş insan sənə qayıdıb desə ki, içki içmə günahdır, sən qəbul etməlisən. Deməməlisən ki, bəs sən niyə içirsən? Bir nəfər uçuruma düşən sənə deyir ki, mən düşdüm, sən düşmə. Adam qəbul edir. Amma ən yaxşı təsirlisi budur ki, bir nəfər uçurumdan kənardır, deyir, mən uçurumdan özümü xilas etmişəm, sən də xilas ol. Mən namaz qılıram, sən də qıl. Mən düz adamam, sən də düz adam ol. Ən yaxşı təbliğat budur ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurdu, kunu duatən nasi bi qeyri əlsinətikum. Cəmaatı dəvət edin, əsasən yaşayış tərzinizlə. Allah bizi doğru təvəccülərdən, təbliğlərdən qərar versin.